O ki deyirlər Həzrəti Əli qəsimun nari vəl cənnət, cənnətlə cəhənnəmi böləndi. Mənası o deyil ki, oturub cənnətlə cəhənnəmin yolunun üstündə sən bu tərəfə, sən bu tərəfə. Mənası bilirsiniz nədir? Möminlə münafiqə ayırt edir. Sən kimsən, sənin kimliyini müəyyən edir. Necə şəxsiyyət vəsiqəsi insanın kimliyin, şəxsiyyətin müəyyən edir ki, bu kimdir? Həzrəti Əli ümumiyyətlə Əhl-i Beyt bu cürdür. Sənin mömin və münafiqliyi neynir? Təyin edir. Sənin bunlara olan ehtiramın, sevgün, məhəbbətin çox şey deməkdir. Adam var ki, mənim məhəbbətim var, sevgim var. Nə olsun? Nuhun oğlunun da Nuh'a sevgisi vardı. Bu sevgi ona nicat verə bildi. Sevginin quru-quru can yananlıqdan nə fayda? Gərək sevgidə itaət ola. İtaətdə də sevgi ola. Bunların ikisi bir-birinə qarışmalıdır. İtaətsiz sevgi, Nuhun oğluna fayda verə bilməyən kimi, quru-quru da bunlara sevgi, itaətsiz bunların özünə istək var, amma sözünə əməl yoxdur, itaət yoxdur. O deyir, belə elə, o deyir, sağa get, sən sola gedirsən. Bu nətər sevgi oldu bəs? Əgər indi sağa deyəndə sən də sağa gedirsən, ola bilər ha, sən sağa gedirsən, amma candərdi gedirsən. Ola bilər ki, sənin niyyətin elə sola getməkdir, da indi ağa deyir sürdəriyə, sürdəriyə. Dön sağa, sən də dönürsən sağa. Yox, itaətdə də məhəbbət olmalıdır. Bunların ikisi bir yerdə qarışıq olmalıdır. İtaətli məhəbbət, məhəbbətli itaət. Quş bir qanadlı uça bilmir. İki qanad lazımdır ki, onu uçsun. İnsanda həm Əhl-i Beytə məhəbbət olmalıdır, həm də itaət olmalıdır ki, insan pərvazlana bilsin. Yoxsa quş pərvazlanmasa, o dəqiqə şeytan tərəfindən ovlana bilər. Düşmən tərəfindən ovlana bilər, tora düşə bilər.